Allaha xatir çalışın ki, onlara xidmətdə qüsur eləməyin. Onları bir valideyniniz kimi görün. Çalışın ki, bu şirin dilinizi işə salın. Rəhman və rəhim olan Allahın adı ilə hər birinizi Allahın salamı ilə salamlayıram, əziz və dəyərli izləyicilərimiz. Gəlin və qaynana münasibətlərinin həlli haqqında söhbət edirdik. Keçən dəfəki mövzumuzda gəlinin qaynana və qaynatası ilə yola getməyi və onlara xidmət etməsi ilə bağlı söhbət edirdik və söhbətimizə qaldığımız yerdən davam edirik. Çox təəssüf ki, cəmiyyətimizdə bəzən gəlin kürəkən tərəfdən qaynanaya və yaxud da qaynataya qarşı və yaxud da qaynananın gəlinə və yaxud da kürəkənə qarşı zülmlərinin şahidi oluruq. Çox təəssüf ki, bu zülmün iki tərəfi də bizim cəmiyyətimizdə mövcuddur. Təəssüf ki, bəzi gəlin xanımların qaynanadan qurtulum, qaynanam mənim işlərimə qarışmasın, keyfimə görə yaşayım düşüncəsi ilə ərinə təzyiq eləyərək bir çox oyunların və münaqişələrin içinə girdikləri görünür. Hətta yalan və hiləyə təşəbbüs eləyib, qaynana ya da qaynatalarını pis göstərib, özünü haqlı çıxarmaq istəyənlər də görülür. Bu hadisələr çox nəfsani bir davranışdır, yanlış bir davranışdır. Allah Taala hər kəsin niyyətini bilir və bir kimsənin pis niyyəti olarsa, Rəbbimiz ona görə rəftar edir. Bəzən biz cəmiyyətimizdə şahid oluruq ki, bir də görsən ki, elə gəlinlər var ki, yoldaşını anasına qarşı, atasına qarşı doldururlar. Adi xırda şeylər ki var, onları biraz qabardır. Yoldaşını doldurur anasına, atasına qarşı və yoldaşı da anasına, atasına qarşı pis davranır, onların üzünə ağ olur, onları incidir. Və həmin o gəlin çəkilir, dayanır bir kənarda, özün mələk kimi göstərir. Quraqdan baxanda deyir ki, həqiqətən bunun bir günahı yoxdur. Halbuki işi düzüb qoşan budur. Sadəcə kənardan dayanıb dodaqaltı gülümsəyir və bunu izləyir. Yəni, onlar bilsinlər ki, hər bir şeyə Allah nəzarət eləyir və qiyamət günü hər şey aşkar şəkildə ortaya çıxacaq. Rahat yaşamaq istəyən gəlinlər ərinin valideynlərinə qarşı yaxşı davranıb, xidmət eləməli və ərini onlara qarşı üsyan etməyə təşviq etməməlidirlər. Etmə görmə dünyasında yaşayırıq. Bilinməlidir ki, qadın və kişi valideynləri ilə necə davransalar, onların uşaqları da onlarla o cür davranacaq. Bu baxımdan bir qadın qaynata və qaynanası ilə yaxşı davranarsa, onun gəlini də onunla yaxşı davranar. Əgər bir qadın pis gəlinlik edərsə, onun gəlinləri də onunla pis rəftar edəcək. Gərəkdir ki, həmin o xanım bu düşüncə ilə hərəkət eləsin. Bəli, bəzən cəmiyyətimizdə bunun əksini də görürük ki, bəzi xanımlar qaynatasına, qaynanasına xidmət eləyiblər, onların əziyyətlərini çəkiblər, xəstə hallarında daim onların qulluğunda dayanıblar. Amma bir də görsən ki, həmin o qadınların gəlinləri onlara qarşı o cür rəftar eləmirlər. Bunun əksini də görürük. Amma ən çox birincidir ki, sən necə davransın, o cür də sənə qarşı davranacaqlar. Bəzən bir də görsən, elə qaynanalar var ki, gəlinə zülm eləyir və bunun kürəkəni də ona zülm eləyir. Və qadın narahat olur. Deyir ki, niyə görə mənim kürəkənim mənə qarşı bu cür rəftar eləyir? Bilirsən niyə görə? Sən bir dön özünə bax, gör özün gəlininlə necə rəftar eləyirsən. Sən əgər gəlininlə rəftarı düzəltsən, bil ki, sənin o kürəkənin də sənə qarşı bir gün rəftarın düzəldəcək. Yəni, sən necəsən, o da sənə qarşı o cürdür. Atalarımız belə deyiblər,
nə tökərsən aşına, o da çıxar qaşığına. Qaynanaya və qaynatıya xidmət eləməyin həm mənəvi, həm də maddi faydaları var. Qaynana ilə qaynata ilə birlikdə qalmağın gəlin xanımlara çox faydaları var. Gəlin xanımın xəstəliyi, doğumu ya da bir yerə getdiyi zaman evini və uşaqlarını təslim edə biləcəyi etibarlı bir yaxını olaraq qaynanası ona kifayətdir. Qürbətdə yaşayan nə qədər insanlar var ki, nə qədər xanımlar var ki, başlarına nə qədər hadisələr gəlibdir. Çünki onların elə bir etibarlı bir adamı yoxdur ki, uşaqların onun yanına qoysunlar. Günümüzün şərtlərində geniş evlərdə yaşlı ər-arvadlar, oğul və gəlinləri də başqa evlərdə qalırlar. Yəni bir sözlə əlavə kirayə pulu, əlavə işıq pulu, əlavə telefon pulu, yemək kimi məsrəflər daha da çoxalır. Amma həmin o ailələr bir yerdə yaşasalar, həmin məsrəflər yarıya endiriləcək. Amma çox təəssüf ki, bəzi qaynanalar və yaxud da qaynatalar gəlinləri onlarla qalarkən çox təəssüf eləyirəm ki, bəzi qayda qanunlara riayət eləmirlər. Nə olar mehriban olsaq, nə olar ki, mehriban şəkildə rəftar eləsəz. 40 il, 50 il yaşamısınız, 40 ilin, 50 ilin qalan bir 30 ilində, deyək ki, Allah ömür versə, gəlininizlə, övladınızla yaşayacaqsınız. Niyə görə bir-birinizə zülm eləyirsiniz? Niyə görə bir-birinizi incidirsiniz? Niyə görə bir-birinizin sözü bir-birinizin boğazından keçmir? Niyə görə bir-birinizin arxasını dönəndən sonra qeybətini eləyirsiniz? Gedirsiniz başqalarının yanına gəlininizin çatışmayan hərəkətlərindən danışırsınız. Bəzən bəzi qaynanalar elə hərəkətlər eləyirlər ki, elə sözlər danışırlar ki, oğlanlarına və oğlanlar da gedir, yoldaşını döyür, incidir, əziyyət eləyir. Niyə görə belə eləyirsiniz? Nəyə lazımdır ki, belə şeylər? Vallahi qiyamət günü bir-birimizin üzünə baxa bilməyəcəyik. Qiyamət günü deyəcək ki, mən niyə görə gəlinimlə yola gedə bilmirdim? Niyə də səbəb nədir? Bu insan mənə neyinirdi ki, mən onunla da yola getməyim? Bu insan anasının, atasının hər bir şeyini atıb gəlib bizim evimizə müvəqqəti bir dənə qonaqdır. Ki, vaxt gələcək, biz dünyamızı dəyişəcəyik. Onlarla bir yerdə 20 il, 30 il, nə bilim, 40 il yaşayacağıq. Nə olar ki, mehriban olsaq, nə olar ki, ay gəlin xanımlar, qaynanavıza, qaynatavıza qarşı yaxşı rəftarlar eləsəz. Nə olar ki, ay əziz qaynanalar, qaynatalar, gəlininizə qarşı yaxşı rəftar eləsəz. Bəzən də olur ki, da ailələr dağılır. Aləm dəyər bir-birinə. Nəyə lazımdır belə şeylər? Və bu cür davranışlar qaynanaların, qaynataların gəlinlərinə qarşı olan davranışları öz axirətlərini bərbad eləyir və bir tərəfdən də gəlinin qaynana və qaynatı ilə rəftarları da həmin o gəlinin yoldaşının axirətini bərbad eləyir. Yəni, çalışmaq lazımdır ki, valideynlərin, böyüklərin hörmətin qazanaq. Onlara xidmət eləyək. Valideynlərə yaxşılıq, duaların qəbulu və rahat yaşamaq üçün bir səbəbdir. Dünyamızın gözəl olması, güzaran dərdi çəkməmək üçün valideynlərə itaət eləmək lazımdır. Onlara xidmət eləmək lazımdır. Və əziz gəlin xanımlar da bu işdə yoldaşlarına kömək eləsələr, keçən dəfə dediyimiz kimi cənnətin qapılarını aralayarlar. Rəvayət edirlər ki, 3 nəfər şəxs yolla gedirdilər. Yolda bunları yağış tutdu və bunlar bir dənə mağaraya sığındılar. Və böyük bir qaya gəldi, mağaranın ağzını tutdu və bunlar çölə çıxa bilmədilər. Onlardan biri dedi ki, gəlin Allaha xatir hansı əməli ki eləmişik, onlardan hərəmiz birini danışaq, inşallah ki Allah lütf eləyər, biz buradan çıxarıq. Biri başladı danışmağa, dedi, ilahi, sən özün məni tanıyırsan ki, mən özümü tanıyandan gedmişəm, odun qırmışam, gəlmişəm
heyvanları sağmışam, gətirib anama, atama yedizdirmişəm. Və bir gün biraz evə gec gəldim. Odun toplayarkən gecəyə düşdüm, evə gec gəldim. Gəldim gördüm ki, atamla anam yatıb. Getdim həmişə kimi. Südü sağdım, gəldim, dayandım anamla atamın başının üstündə. Onları oyatmağa qıymırdım. Və bir tərəfdən də mənim övladlarım, uşaqlarım da acıydılar. Onlar da mənə yalvarırdılar ki, birinci bizə ver, o süddən yeyək. Amma deyir, mən ilahi, gözlədim səhərə qədər, valideynlərim oyansınlar, südü birinci onlara verim. Bunu deyəndən sonra qaya biraz aralandı. Və qalanları da həmin o özlərinin yaxşı əməllərindən danışdılar. Ondan sonra qaya təmiz aralandı və çıxdılar. Bu rivayətdə bir neçə nüanslar var ki, onlara toxunmaq istəyirəm. O nüanslardan biri də budur ki, görürsünüz, Allah həmin o şəxsin duasını qəbul elədi. Niyə görə? Çünki əgər o səhv iş görmüş olsaydı, Allah onun duasını qəbul eləməzdi və o qayanı qapının ağzından götürməzdi. Deməli, bu yaxşı iş görüb, düzgün iş görübdür. Və burada elə başa düşülməsin ki, xeyr, insan övladın, yoldaşın ac qoymalıdır, daim valideynlərini yedizdirməlidir. Yox, elə bir şey yoxdur. Buradan elə məna başa düşülməsin. Zaten kişinin vəzifəsi budur ki, övladlarının, ailəsinin ehtiyaclarını ödəsin, onları heç kəsə möhtac eləməsin. Və onlarla bərabər də valideynlərinə də gərək xidmət eləsin. İsra surəsi 23-24-cü ayələrdə Allah buyurur ki, Rəbbin ondan başqasına qulluq etməyin, ana və ata ilə yaxşı rəftar edin, deyə hökm elədi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında ixtiyarlıq çağına yetişsələr, yəni qocalıq çağına yetişsələr, onlara uf belə demə. Onları danlama, onlara çox gözəl və şirin söz söylə. Onlara mərhəmət edərək təvazu qanadını endir və ya Rəbb, onlar məni uşaq ikən necə tərbiyə etdilərsə, sən də onlara eləcə mərhəmət elədi. Baba və nənələrin ən böyük arzusu nəvələrin görməkdir, onlarla vaxt keçirməkdir. Günümüzdə çox təəssüf ki, qocalar evində qalan çoxlu yaşlılar var. Bu qocalar evi nə qədər müasir və rahat olsa da, burada qalan yaşlı insanların ən böyük xəyalları uşaqlarının və nəvələrinin yanında qalmaq, onlarla sevinməkdir. Çox təəssüf ki, həmin o evlərdə bugün minlərlə yaşlı valideynlər var. Bu həqiqəti bir çox yaxşı insan etiraf edir ki, mənə nəvəmin sevgisi öz uşağımın kiçikliyindəki sevgisindən daha çox gəlir. Mən öz uşağımı nəvəm qədər sevmədim. Gəlin xanımlar bu həqiqəti düşünərək qaynana və qaynatasını nəvə həsrəti içində qoymamalıdılar ki, qocalığı hiss edən yaşlı insanlar həyatlarının son günlərini oğul və nəvələri ilə rahat bir həyat içində keçirsinlər. Qocalar evində qalan insanların böyük əksəriyyəti qocalar evində maddi yöndən rahatdılar. Yəni hər cür komfort var, amma onlar nə istəyirlər? Onları o qədər də maraqlandırmır o komfortun çox olmağı, yeməyin gözəl olmağı. Bunlar nə qədər olsalar belə, onların bir dənə istəyi var ki, onlar övladlarını istəyirlər. Onlar nəvələrini görmək istəyirlər. Və bir çox qocalar evinin sakinləri bu sözləri deyiblər ki, bu yaşdan sonra çox yemək, çox geyinmək onsuz da bizi maraqlandırmır. Bizim istədiyimiz uşaqlarımızın, nəvələrimizin bizimlə maraqlanması, onları sevə bilmək və onlar tərəfindən sayılmaq yaşlılığımızda bir kənara atılmamaqdır. Uşaqlarımızın bir zamanlar onlara bizim baxdığımızı və yaşlandığımızda da onların bizə baxmalarının vəzifələri olduğunu unutmamaqları lazımdır. İnsanın ən rahat yaşaya biləcəyi yer ailəsi, yaxın qohumlarının yanı və məhəlləsidir.
Çox təəssüf ki, araşdırmalar nəticəsində ölkəmizdə yaşlı fərdlərin ailəsindən, uşaqlarından və nəvələrindən ayrılmağın verdiyi istirab, tərk və sayılmamazlıq hissləri ilə yaşadıqlarını göstərir. Çox təəssüf edirəm ki, həqiqətən bir insan necə ürəyi gələ bilər ki, öz yoldaşın doldursun, öz yoldaşına qarşı bəzi sözləri desin, elə eləsin ki, yoldaşı atasından, anasından ayrılsın və nəticədə həmin o övlad aparsın, anasın, atasın, atsın qocalar evinə. Ar olsun həqiqətən belə övladlara ki, bugün onlar valideynlərini qocalar evinə atıblar. Allahdan istəyirəm ki, Allah onların ürəklərinə insaf versin, insaf salsın ki, onlar bu işləri görməsinlər. Ümumiyyətlə, müsəlman bir qadın ərinin anasına yardımcı olsa, ərinə hörmət və yaxşılıqda yardımcı olmuş olar. Və əri də görsə ki, yoldaşı onun atasına, anasına qarşı yaxşı rəftar eləyir, o da həmin o gəlinin atasına, anasına qarşı yaxşı rəftar eləyər. Həqiqətən, hansı övlad istəməz ki, yoldaşı onun atası ilə, anası ilə mehriban olsun və yaxud da onun atası ilə, anası yoldaşı ilə mehriban olsun. Əgər xanım həmin o yoldaşının atasına, anasına xidmət eləyərsə, ər də görər ki, onun yoldaşı atasına, anasına qarşı gözəl rəftar eləyir, onları incitmir, onların daim xidmətində dayanıb və bunları görəndən sonra həmin o xanım ərinin könlündə taxt qurar. Qaynata və qaynana ilə yaxşı rəftar edilməsi halında ərin könlündə xanımına qarşı sevgi, hörmət və qiymət meydana gəlir. Əks davranması halında isə ərinin kin və nifrətini qazanır. Beləcə ailə arasında artıq anlaşmazlıq və mübahisə toxumları atılmış olur. Ümumiyyətlə, müsəlman ər-arvad arasındakı ilk anlaşmazlıq toxumları qaynana ilə ərin yaxın qohumları üzündən meydana gəlir. Ümumiyyətlə, o nə kişisidir ki, başqalarının sözü ilə gəlir evində söz-söhbət salır, gəlir ailəsini incidir. İnsanın gərək kişiliyi olsun. İnsan gərək ozur olsun ki, kişinin vəzifəsi bilirsiniz nədir? Kişinin vəzifəsi budur ki, balansa saxlasın. Nə yoldaşın haqqını yedirsin, nə də valideynlərin haqqını yedirsin. Balansı saxlamalısan sən, əzizim. Nə bu tərəfə yıxılıb o birisinin haqqını yeməlisən, nə də ki, o biri tərəfə yıxılıb bu birisinin haqqını yeməlisən. Gərəkdir ki, ədalətlə rəftar eləyəsən sən. Bunun üçün gəlin xanım çox diqqətlə davranmalı, çalışmalıdır ki, onların könlünü alsın. Yəni, burada əziz gəlin bacılarımızın üzərinə çox böyük bir dənə məsuliyyət düşür. Başa düşürəm, çox çətindir, bəzən bəzi qaynanalar, qaynatalar sizə zülm eləyirlər, sizə əziyyət eləyirlər. Amma Allaha xatir çalışın ki, onlara xidmətdə qüsur eləməyin. Onları bir valideyniniz kimi görün. Bəli, sizin valideynləriniz öz yerində, sizin anavız, atavız öz yerindədir. Amma hal-hazırda siz o evdə yaşayırsınız. Həmin o yoldaşınızın atası ilə, anası ilə bir yerdə yaşayırsınız. Ona görə də çalışın ki, bu şirin dilinizi işə salın. Gələcəkdə toxunacağıq. Qaynatavıza, qaynanavıza hədiyyə alın. Ancaq xanım ərinin valideynlərinə pislik edər və yaxşı rəftar etməzsə, o zaman ərinin və özünün həyatını dünya və axirət baxımından sıxıntıya salmış olur. Çünki belə bir vəziyyətdə ər xanımından küsə bilər, hirslənə bilər, hətta problem böyüyərsə Allah qorusun ailənin dağılmasına qədər gedib çıxa bilər. O halda Salihə xanım odur ki, ərinin valideynlərinə və qohumlarına yaxşılıq etməyə diqqət göstərir, onları ziyarət eləyir, onlarla qaynayıb qarışmaqla onlara sevinc bəxş eləyir. Şirin danışığı və yüksək əxlaqı ilə onları sevindirir, onları yeməyə dəvət eləyir, yaxşı yeməklər bişirir, yaxşı şirniyyatlar bişirir, nə bilim, qaynatası ilə xoş rəftar eləyir,
İşdən gəldi, gedir onunla görüşür, ona xidmətdə qüsur eləmir, zarafat eləyir, könüllərin xoş eləyir. Bunlar hamısı gözəl işlərdir. Və bilin ki, əziz bacılarımız, bu işləri görsəz, Allah da sizi xeyirlə mükafatlandıracaq. Bu qədər söhbətin inşallah ki, əziz ana bacılarımız üçün də faydası olacağını düşünürük. Vəssalamun aleykum və rəhmətullahi və bərəkatuhu.